Salam dəyərli izləyicilərimiz, hər birinizi xoş gördük. Gördüyünüz kimi Ağdam rayonunun Xındırıstan ərazi nümayəndəliyinin Paşabəli kəndinə biz bu günlərim gəlmişik və gördüyünüz kimi burada 30 sot məhəllə var və məhəllənin daxilində olan tikili nəsli tanış edəcəyik və hal-hazırda daxil oluruq məhəlləmizə. Məhəlləmizin içində yerləşən tikilimiz nəsli tanış edəcəyik. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi bu boyda böyük bir məhəllədir. Nar bağı da var gördüyünüz kimi məhəlləmizdə. Və məhəlləmizin birbaşı gəlib bura çıxır gördüyünüz kimi dəyərli izləyicilərimiz. 25 metr uzunluğunda bir çardaq var gördüyünüz kimi. Belə bir çardaq var gördüyünüz kimi dəyərli izləyicilərimiz. Və gördüyünüz kimi kürsüyə qədər 4 kubikdir. Daxil oluruq yarım tikilimizin koridoruna və koridordan sola döndükdə belə bir sanitar qovşaq var, gördüyünüz kimi tikilisi var. Sanitar qovşağı tərk elədikdən sonra burada böyük bir zal var, gördüyünüz kimi. Və tikilimiz tək kubikdən ibarətdir, dəyərli izləyicilərimiz, onu nəzərinizə çatdırım. Və biraz irəli getdikdən sonra sağ hissədə belə bir tikili var. Və bu otağı tərk elədikdən sonra burada bir dənə yarım tikili bir otaq var gördüyünüz kimi. Və burada belə bir böyük mətbəx üçün nəzərdə tutmuş bir tikilimiz var. Və tikilimizi tərk edir. Və dəyərli izləyicilərimiz, hal-hazırda tikilimizin arxa hissəsini keçək. Və böyük bir həyəti var, həqiqətən çox böyük bir həyəti var gördüyünüz kimi və məhəllənin özünün sənədi var, bələdiyyə sənədi iləndir. Və nəzərinizə çatdırım ki, dəyərli izləyicilərimiz, bu məhəllənin içində yerləşən bu tikili ilə bir yerdə məhəllənin qiyməti 30.000 manatdır. Yəni ev yəsi özü, yəni məhəllə yəsi özü qoyduğu qiyməti 30.000 azındır və kim bizə müraciət etmək istəsə, bizim ekranda həmən bu məhəllənin yiyəsinin əlaqə nömrəsi olacaq və həmən əlaqə nömrəsi ilə əlaqə saxlayaraq məhəllə haqqında bir çox məlumatı ev yiyəsinin özündən ətraflı ala biləcəksiniz. Çox sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm dəyərli izləyicilərimiz.